Ramazan ayının 8-ci gününün duası. Allahum mərzuqni fihi rəhmətəl əytam. Allahım mənə yetimlərə rəhm eləməyi nəsib elə. Peyğəmbərimiz salavatullah buyurub ki, yetimə sahib çıxan insan cənnətdə ona yaxın olacaq. Bu hissə bizə deyir ki, gərəkdir ki, qəlbin sərtləşməsin. Qəlbini bu ayda yumuşalt. Və it'amət ta'am. Acılara təam verməyi nəsib elə. Oruc bunun üçündür ki, insan gərək acın halını başa düşsün. İftar verəndə gərək əsas acıları dəvət eləyəsən, paylaşasan. Və ifşəəs-səlam. Salamı aşkar etməyi nəsib elə. Hədisdə gəlibdir ki, salam verəndə əllə verin ki, o qəlbinizdəki kin-küdürət aradan getsin. Cənnətdə ən gözəl söz salamdır. Mələklər, möminlər bir-birinə cənnətdə salam verərlər. Və sohbətəl kirəm və kəramət əhli ilə oturub durmağı nəsib edir. Salih, əxlaqlı, abırlı insanlarla birlik qəlbi yüksəldir. Pis mühit insanı yavaş-yavaş dəyişir. Ona görə Allah bizə gözəl dostlar, kəramətli insanlar nəsib eləsin. Bitavlikə ya məlcəəl əmilin. Ey arzu edənlərin sığınacağı.